Salam dostlar, necəsiz? Dostlar, dünən bazarlığa getmişdim. Dedim çəkim paylaşım sizlərlə. Bu salfetkanı 6 manat 90 qəpiyə aldım. İçində 16 dənədir, çox sərfəlidir. Bu salfetkanı səhv eləmirəmsə 59 qəpiyə aldım. Evdə ən çox işlənən bir şey salfetkadır. Sonra belə qab maçalkası aldım. 1 manat 77 qəpiyə 3 ədəd. Çox qəşəng köpüklənir. Çox xoşuma gəldi. Həmişə gedəndə çalışıram ki, endirimli şeylərdən alım. Sonra qızlar, ayaq yolunu təmizləməyə belə bir təmizləyici aldım. Birinci dəfədə bundan alıram. 2 manat 57 qəpik idi, yoxsa 59 qəpik idi belə bir şey. Sonra makaron aldım. 1 manat 50 qəpik falan belə idi. Qənd. Bizim evdə ən çox işlənən qənddir. Yoldaşım çayı ancaq qəndlə içir. Sonra belə bir sufle dadında bir şey. Çox dadlı idi. 2 manat 1 qəpik tutdu 5 dənəsi. Konfet attelindən aldım. Sonra kofe. Ən çox bizdə kofe içilir evdə. Mən çox xoşlamıram, amma uşaqlar, yoldaşım ən çox kofe içirlər. Kofenin demək olar ki, neçə çeşidini almışam. Bunu ən çox qızım xoşlayır. Belə bir ketçup aldım. Uşaqlar makaronla xoşlayırlar deyə. Belə kofe aldım. Bilmirəm dadı necədir, fındıqlı idi. İçməmişəm hələ. Sonra belə bir isti şokolad. Qabartma vanil. Qarna blank aldım. Bilirəm çox ziyanlıdır suplarda, amma supu dadlı elədiyinə görə aldım. Pesok aldım. Qızlar pesok ayalda 1 manat 35 qəpik belə olmalıdır. Sonra belə bir soyulmuş, doğranmış pomidor aldım yeməyə qatmağa. Sonra bu süd endirimdə idi. 1 manat 79 qəpik idi. Sonra qızlar toyuq budu aldım. 5 manat neçəsə qəpik idi toyuq budu. Sonra toyuq ciyər aldım 3 manatlıq. Sonra bu toyuq endirimdə idi. Siyəzən. Bir dənə toyuq aldım. 6 manat neçə qəpik tutdu. Pendir aldım qızlar. Bu pendir Alman pendiridir. Vitrində yox idi, amma özüm adını bildiyim üçün aldım. Həm ucuzdur, həm də çox dadlıdır. 3 dənə yekə-yekə çəkdirdim. 5 manat neçə qəpiksə tutdu. Xiyar aldım. Xiyar yadımdan çıxıb neçəyə idi. Qreçka 1 manat 7 qəpikdir kilosu. Düyü aldım. Mən bahar düyüsü alıram qızlar. Çox qəşəng olur. Dadı superdir. Sonra belə bir makaron aldım süzüb bişirməyə.
Sonra yumru düyü aldım. Duz. Sonra şah çayı berqa çayını qarışdırıram. Biri meyvəlidir, çox qəşəng dadlı olurlar. Bu qədər qızlar bazarlığım bu qədər. Burada isə çay dəsmallarımı yerbəyer eləyirəm. Səliqə ilə qablaşdırıb yığıram. Qalanına isə mahnı qoyacağam. İnşallah bəyənərsiniz. Bəyənməyi və abunə olmağı unutmayın. Kanalım yenidir, dəstək olsa sevinərəm. Hər birinizə təşəkkür edirəm. Xoş izləmələr.